Azərbaycanda yerli istehsal müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması istiqamətində mühüm addımlar atılır. İqtisadiyyat Nazirliyinin tabeliyində olan 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə Azərsun Holding sənaye müəssisələrinin texnoloji inkişafını sürətləndirmək üçün hərəkətə keçib. Tərəflər arasında rəqəmsal transformasiya və qabaqcıl texnologiyaların istehsala tətbiqi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub. İstehsalatda yeni dövr başlayır. Qabaqcıl texnologiyalar və rəqəmsal həllər yerli fabriklərin iş rejimini tamamilə dəyişəcək. Bu məqsədlə 4 SİM-in icraçı direktoru Fariz Cəfərov və Azərsun Holdingin baş icraçı direktoru Savaş Uzan arasında işgüzar görüş keçirilib. Görüşün əsas xəttini rəqəmsal iqtisadiyyatın inkişafına dəstək proqramı çərçivəsində tərəfdaşlıq perspektivləri təşkil edib. Məqsəd holdingin müəssisələrində əməliyyat səmərəliliyini artırmaq və istehsal proseslərini optimallaşdırmaqdır. Artıq holdingə daxil olan iki böyük qurum, Santi və Azərsüd şirkətləri bu proqrama rəsmən qoşulub. Müzakirələr zamanı sözgedən müəssisələrin mövcud texnoloji infrastrukturunun qiymətləndirilməsi və gələcək inkişaf yolları da diqqət mərkəzində olub. Qeyd edilib ki, bu formatda qurulan tərəfdaşlıq təkcə sənaye müəssisələrinin texnoloji hazırlıq səviyyəsini yüksəltməyəcək, həm də bütövlükdə ölkə iqtisadiyyatının güclənməsinə birbaşa töhfə verəcək.